Amerikalı müğənni Britney Spears uğursuz kosmetoloji prosedurlarla bağlı etirafı ilə gündəmə gəlib. 44 yaşlı müğənni sosial şəbəkə hesabında botoks iynələrindən sonra gözündə ciddi problem yarandığını açıqlayıb. Mənim həkimim sol gözümə o qədər çox botoks vurdu ki, gözüm aşağı düşdü. Yalnız indi yavaş-yavaş qalxmağa və əvvəlki vəziyyətinə qayıtmağa başlayıb, deyə Britney bildirib. Müğənninin sözlərinə görə proseduru həyata keçirən həkim nəticədən özü də pərt olub. Spears qadınları kosmetoloji prosedurlar zamanı diqqətli olmağa çağırıb. Bu insanlar və həkimlər həqiqətən gözlərinizi korlaya bilərlər. Gözüm təxminən 4 həftə aşağı vəziyyətdə qaldı. Bu insanlarla bağlı diqqətli olun. Onlar üzünüzü dəyişdirməyə və hər şeyi korlamağa çalışırlar. Bədəninizə qayğı göstərin. Çünki o sizindir. Qeyd edək ki, bu Britney Spears'in uğursuz kosmetoloji prosedurlardan şikayət etdiyi ilk hal deyil. Sənətçi daha əvvəl Los Angeles'dəki həkimlərdən narazılığını bildirib və iynələrdən sonra üzünün şişdiyini söyləyib.